Hər vaxtınız xeyirli olsun, əziz Cənub bölgəsinin insanları, ovçuları, hamınıza salam olsun, Allahın salamı olsun, hər birinizə sülh əmin-amanlıq arzulayıram. Mən bu günləri yenə çıxış eləyəcəm, xahiş edirəm diqqətli izləyin, münasibətinizi bildirin. Deməli, Cənub bölgəsində 3 ovçuluq təsərrüfatı, Mahmudçala ovçuluq təsərrüfatı, Zəvvar ovçuluq təsərrüfatı, Qırmızıkənd ovçuluq təsərrüfatı və onunla bitişik olan Qızılağac Milli Parkı bir xətt üzrə yerləşir. Bu üç ovçuluq təsərrüfatının və Qızılağac Milli Parkının ta əvvəldən 1965-ci ildən bəri olan su təminatı ilə əlaqəli bəzi məsələləri sizin diqqətinizə çatdırmaq istəyirəm. Yəni mən yaşlı olan bəzi insanlar bunları bilirlər. Ola bilsin ki, çoxları bilmirlər və bu məsələləri bilsinlər və gələcək nəsildə də ötürə bilsinlər. Deməli, bu üç ovçuluq təsərrüfatı və Qızılağac Milli Parkının su təminatı əvvəllər deməli Araz çayından olub, Araz çayının qolları vasitəsilə olub, həmin sular Balqar çayından, Əzbev kanalından daxil olub Mahmudçala gölünə. Mahmudçala gölü də deməli həmin Mahmudçala ovçuluq təsərrüfatından ibarətdir. Həm də Zəvvar ovçuluq təsərrüfatının da bir 5000 hektar hissəsi onunla suda bitişikdir. Deməli, əvvəllər sular daxil olurdu sentyabr ayında. Deməli, bu Mahmudçala gölünə və oradan da keçirdi, deməli, Zəvvar ovçuluq təsərrüfatına, Cəlilabad ərazisinə, sonra oradan keçirdi Qırmızıkənd ovçuluq təsərrüfatına, sonra da axıb gedirdi, deməli, Qızılağac Milli Parkına. Son zamanlar bu su problemi yaranıb, su probleminin də əsas yaranma məsələsi düzdür, yağıntıların olmamasıdır, havaların isti keçməsi, quraqlıq keçməsindən ibarətdir. Ancaq bəzi məsələlər də var ki, onları siz bilməlisiniz. Deməli, 1974-cü ildə Biləsuvar rayonunun Ovçubərə kəndinin istiqamətindən Cənub Muğan kollektoru çəkdilər, aparıb saldılar, deməli, bu Salyan Muğan su ötürücü kollektoruna, yəni keçmiş Moskva kanalına. Dərd bəla da elə o vaxtdan başladı. Deməli, su gəlib yığılır həmin kollektorun qərb tərəfində Mahmudçala gölünə. Bu tərəfə isə, yəni Cəlilabad ərazisinə, yəni şərq tərəfə, deməli, suyun keçidinə iki yerdən yol qoydular. Birin Ovçubərə kəndindən Çalıya tərəf, 4 kilometrə Çalıya tərəf bir dənə körpü qoyublar. Su onun altından keçir, deməli, Cəlilabad ərazisinə, ot yeri deyilən əraziyə, Zəvvar ovçuluq təsərrüfatına. İkinci su keçid yolu isə qoyulub, deməli, keçmiş qoşa arx deyilən yerdən Cənub Muğan kollektorunun altından 3 boru vasitəsilə keçib Muğan kanalına, keçmiş Muğan gölünə, daha doğrusu keçmiş Armyanka çayına, indi isə Muğan kanalı adlanır rəsmi. Ora 3 boru qoyulub, biri 1000-lik, ikisi isə 800-lük. Deməli, bu 3 boru vasitəsilə Muğan kanalına daxil olurdu sular və həmin sular da Muğan kanalına axıb gedirdi Qızılağac Milli Parkına. Qızılağac Milli Parkına gedənə kimi də müəyyən çıxıntılar qoyulmuşdu Zəvvar ovçuluq təsərrüfatına və Qırmızıkənd ovçuluq təsərrüfatında. Həmin ərazilərdə su bataqlı əraziləri yarana artıq qalıq sular da yenə Qızılağac Milli Parkına axırdı, gedirdi. Və bir də dediyim həmin körpüdən ot yeri deyilən əraziyə su keçəndən sonra su yayıldıqca gedirdi Zəvvar tam dolandan sonra Qırmızıkənd ovçuluq təsərrüfatına, oradan da Qızılağac Milli Parkına. Deməli, bu elə ki, bu o vaxtlar normal idi hər şey. Su bol idi, yəni normaldır. Elə ki, bu 2000-ci ildə deməli, bu 3 boru ki, keçir Muğan kanalına, deməli, bu Mahmudçala gölündən 2000-ci ildə həmin borular ayrı-ayrı vətəndaşların vasitəsilə deməli tutuldu, torpaqlandı və Muğan kanalına su daxil olmadı. Məcbur qalıb bir neçə fermeri də özümə qoşaraq, demək sahibkarı qoşaraq
başqa su mənbələri axtardı və Səlyanın küründən götürülən sudan kənd təsərrüfatı məqsədilə istifadə edildikdən sonra Şimal-Orta Akşa kollektoruna axılan suyu Moskva kanalına, yəni ki, Səlyan Muğan su ötürücü kollektoruna daxil olan suyu biz bir boru vasitəsilə ötürdük Muğan kanalına və oradan da gəldi getdi Qızılağac Milli Parkına və çıxıntılar vasitəsilə Zəvvar ovçuluq təsərrüfatı 80%-nə, Qırmızıkənd ovçuluq təsərrüfatının tam, deməli Qızılağac Milli Parkında tam, deməli su ilə təminatı ilə təmin edildi. Son zamanlar çətinlik yaranıb ondan ki, deməli Mahmudçala ovçuluq təsərrüfatının da suyu azalıb. Mahmudçala ovçuluq təsərrüfatına da həmin deməli Səlyan Muğan su ötürücü kollektorunun 4 boru qoyulub, bir dənə də 4 künc, deməli beton su ötürücü qoyulub ki, oradan da yenə Mahmudçala gölünə daxil olur. Hal-hazırda Mahmudçala gölündə su bəs qədər var, onda su balansı bərpa olunub. Lazımdır ki, indi suyu ötürmək Muğan kanalından və suyu ötürmək deməli mən dediyim həmin körpüdən deməli ot yeri deyilən yerdə oradan keçsin Zəvvar ovçuluq təsərrüfatına, oradan keçsin Qırmızıkənd təsərrüfatına və oradan da geçsin Qızılağac Milli Parkına. İndi bu biraz çətinlik yaranıb. Hər halda çox güman ki, bütün bu çətinliklər aradan qalxacaq. Su yenə bərpa olunacaq. Düzdür, indi bir dəqiqə sentyabr ayında biraz çətinlik var, su qıtlığı yaranıb. Ancaq əziz ovçular, hörmətli insanlar, yəni Cənub bölgəsinin insanları, yəni inşallah Allahın köməyi ilə su bərpa olacaq hər yerdə. Fermerlər də istifadə edəcək, biz də istifadə edəcəyik. Bütün ovçuluq təsərrüfatında da normal sular olacaq inşallah. Qızılağac Milli Parkına da inşallah su daxil olacaq. Mən bir ay bundan qabaq həyəcan təbili çalırdım ki, Qızılağac Milli Parkını quradılır və bu da qurulmasının səbəbi, yəni Muğan kanalına buraxılan suyun qabağını kəsdilər ayrı-ayrı şəxslər tərəfindən, başda Rüstəm Məmmədov olmaqla və 3 aylı regional ekologiyanın işçisi Kamran Səmədov və digərlərinin hesabına su kəsildi və Qızılağac Milli Parkına da su normal axmadığına görə orada quraqlıq oldu. Bir neçə il bundan da elə Qızılağac Milli Parkında yanğın törədildi, yanğın başladı və hətta deməli Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri gəlib onu güclə söndürdülər. Axı mən bu həyəcan təbilini çalmışdım. Axı Muğan kanalının suyu niyə kəsildi? Niyə kəsdilər? Kəsmək lazım deyildi onu. Əsas bu kanal su ilə qidalandırır bu iki ovçuluq təsərrüfatının və Qızılağac Milli Parkı. Bəzi indi adamlar deyirlər ki, su qoy çalı ilə geçsin və yəni mən də razıyam çalı ilə geçsin. Ancaq o qədər su yoxdur ki, çalada basa-basa. Bir var ki, kanalla tez geçsin. Bir də var çalanın ərazisinin 5000, 10000 hektar ərazinin basa-basa su deməli həmin çuxurları basa-basa yayla o da geç çəkir. Ən azı sentyabrda, oktyabr, noyabr, bəlkə dekabr ayına çəkəcək, gəlib Qızılağac Milli Parkına çıxsın, Qırmızıkənd ovçuluq təsərrüfatına çıxsın, Zəvvar ovçuluq təsərrüfatına çıxsın. Bax, məsələ belədir, əziz ovçular, əziz Cənub bölgəsinin insanları. İndi siz də münasibətinizi bildirin ki, yəni ki, bəzi adamlar yığışıblar, məsəl üçün su monopoliyası yaradıblar. Mahmudçala ovçuluq təsərrüfatı ətrafında, Mahmudçala gölü ətrafında. Orada su monopoliyası yaradıblar, quş monopoliyası yaradıblar, zəli monopoliyası yaradıblar, balo monopoliyası yaradıblar. Ki, yəni o su oralardan çıxmasın, su orada yığışıb qalsın, onlar da öz işlərini orada görsünlər, quş vurdursunlar, pul qazansınlar. Ondan sonra mən orada insanların dolanmağı üçün demirəm, dolansınlar, insanlar dolanmalıdır, ovçuluq eləməlidir, heyvanları saxlamalıdır. Ancaq orada monopolistlər var, orada monopolistlər var. Onlar Rüstəm Məmmədovdur. Onun ətrafında olan o 3 aylı regional ekologiyanın işçiləridir. Kamran Səmədovdur. Başlarında da Ekologiya Təbii Sərvətlər Nazirliyində Hikmət Əlizadə durur. Bu qrupanı rəhbərlik edən odur, idarə edən də odur. Və məsələnin məğzi budur. Yəni su qıtlığı yaradırlar. Qoymurlar aşağı su gəlsin, insanlar burada dolansınlar, fermerlər dolansınlar, heyvanlarını otarsınlar, heyvanlarını suvarsınlar. Bu yanda da ovçular var, bu yanda da insanlar ov eləmək istəyir. Bu yanda da ovçuluq təsərrüfatları var. Qızılağac Milli Parkı, dünya şöhrətli Qızılağac Milli Parkı susuzluqdan yanır. Qızılağac Milli Parkına suyu kəsilməsəydi, orada yanğın hadisəsi baş verməzdi. Ay millət, ay cəmaət, ay başda oturanlar. Mənim çox güman ki, bu səsimə səs verərsiniz inşallah.
münasibətinizi bildirin. Sağ olun, var olun. Hamıya sülh, əmin-amanlıq arzu edirəm.